Aziz dostlar, bugün de Ruhaniyenin mətbəxinə xoş gəlmişsiniz. Hər birinizə Allahın salamı olsun. Bugünlə sizinlə döşəmə plovu necə bişirəcəyimi sizinlə bölüşəcəm. Əvvəlcədən 1 kilo yuyub təmizlədiyim düyünü, 1 kilo uzun düyü, 2 baş soğan xırda-xırda doğramış, 2 ədəd bunu aşın dibinə qazmaq eləyib, aşın dibinə vuracağıq. Bir diri, bir də para narı soğanın ətin üzərinə vuracağıq. Bir də para yarım ədəd toyuq əti. İstəsəniz bir ədəd də vura bilərsiniz zövqə görə. İndi isə soğanı ətin üzərinə əlavə edirik. İndi isə duzu əlavə edirik. Yaxşı qatışdırırıq. Soğanı yaxşı əzmək lazımdır ki, soğanlar aşın dibində diri-diri qalmasın. Ətə yaxşı qatışdırırıq. Tuzu öz zövqünüzə görə də vura bilərsiniz. Əti biraz aşın dibinə böyük qoyursunuz ki, dəm alan zaman ət əriməsin. İndi isə narı üzərinə sıxırıq. Narınız yoxdursa, turşu da vura bilərsiniz. Nə zoğal, qışdan, yaydan hazırladığınız zoğal vura bilərsiniz, doğruyub. Nar vuranda lap qəşəng olur. Turşu vuranda qaralır. Amma nar vuranda qaralmır, rəngi qəşəng qalır. İndi isə ətin üzərinə yaxşı qarışdırırıq ki, turşuluğu qopsun. İndi isə dostlar, su tökmüşük. Bir də 2 belə xörək qaşığı duz əlavə etmişik üzərinə. Özünüzün zövqünə görə. Bizdə 2 xörək qaşığı çox duzlu yeyilmir deyənə. Qaşığı duz əlavə etmişəm. İndi isə üzərinə yavaş-yavaş düyünü əlavə edirik. İndi isə dostlar düyümüz pişdi, süzürük. Üzərinə mən soğuk su əlavə edirəm ki, düyü onda lap yaxşı olur, dənə-dənə olur. Şimdi isə üzərinə soğuk su tökəcəm. Şimdi isə üzərinə soğuk su əlavə edirəm.
Qazanı qoyuq qızmağa. Qızsın. Alt hissəsində kərə yağı əlavə edirik. Ərisin. İndi isə 2 ədəd yumurta qazmağına. 2 ədəd yumurta. Üzərinə qatıq əlavə edirik. 2 3 Şurada 4 qatıq. Yumurtanı qatığı qarışdırırıq. İndi isə biraz düyüdən götürürük. Dibinə qazmaq düzəldəcəyik. Qatıqdan yumurtanı qatışdırdığımız düyünün üzərinə əlavə edirik. İndi isə yaxşı qatışdırırıq. Şimdi isə qazana əlavə edirik. Əritdiyimiz yağdan düyünü yaxşı qatışdırmışıq. Qızaran zaman qazmaq qəşəng olsun. Qəşəng yayırıq dibinə. Şimdi isə duzladığımız nardan qatışdırdığımız soğanı döşəməli aşın dibinə əlavə edirik. Düyümüzü koyduğumuz etin üzerine əlavə edirik.
İndi isə şaballarımızı aşın dibinə düyünü yavaş yavaş bir kənara eləyirsiniz. Şaballarımızı dibinə qoyuruq belə. Bir kənarına qoyuruq. Üzeri orada düğün altında pambıq kimi pişirirlər. Üzerini də formada düyüdən örtürük. Kenar üzerini yaxşı örtürük ki. Sonra isə əvvəlcədən baxın, əvvəlcədən bu formada zəfəranların üzərinə bir qaşıq qaynar su töküb dəmləmişəm. İndi isə aşın üzərinə əlavə edirik. Qaynar suyu əlavə edin ki, zəfəranın rəngi yaxşı çıxsın. Sonra isə bu formada bir xörək qaşığı üzərinə yağ əlavə edirik ki, düyülər yaxşı dəm alsın. Qoyuruq ki, aşımız yavaş-yavaş dəm alsın. İndi isə üzerini örtüb qoyuruq yavaş-yavaş dəm almağa. Arada tez-tez qapağı qaldırırsınız ki, dəm aldıqca belə ağız aşağı eləyin ki, üzünün suyu qırağa tökülsün, içərinə tökülməsin. Yaxşı dəm alandan sonra düyülər diri-diri qalacaq. Aşımız dəm aldı. Əvvəlcədən hardasa 1-3-4 yarım stəkan su töküb kişmişlə qayçını pişiririk ki, yaxşı pişsin. Sonra su çəkiləndən sonra kişmiş pişəndə də içinə hardasa bir çay qaşığı da pesoq əlavə edirsiniz. Gördünüz, su quruyubdur. Suyu çəkilib, ondan sonra üzərinə yağı əlavə edirsiniz. İndi kişmişimiz yağda qovruldu, pişdi. İndi isə aşımızın üzərinə əlavə edirik. Kişmişi quru-quru qovranda kişmişin rəngi qaralır, həm də bərk olur. Üzərinə hardasa yarım stəkan su töküb kişmişlə qayçını pişirəndən sonra üzərinə də bir çay qaşığı pesoq tökürsünüz. Ondan sonra yağı töküb qovurursunuz. İndi isə aşımız, döşəməli aşımız hazırdır. Çox gözəl və dadlı olur. Siz də bişirin, yeyin, nuş olsun. Yorumlarınızı və dəstəklərinizi gözləyirik. Biz əziyyət çəkib bişiririk, sizinlə bölüşürük. Siz də zəhmət olmasa bizim videolarımıza baxın, dəstək olun, bəyənin. Bizə sevinək, əziyyətimizə dəysin. Sizinlə paylaşaq. Allah hər birinizin ruzusunu, bərəkətini yetirsin. Çox sağ olun.